Salam əziz uşaqlar. Bu günləri köməkçi nitqçilərindən ədəd haqqında danışacağıq. Ədəd nədir? Sözlərin, cümlələrin təsir qüvvəsini artıran köməkçi nitqçisinə ədəd deyilir. Ədədin cümlədə işlənməsi intonasiya baxımından vacib məsələdir. Çünki kiməsə hər hansı bir fikrimizi çatdırmaq istəyiriksə, yazırsın ki, ədədlarla nə edirik? Daha çox ədədlərin köməyi ilə təsir qüvvəsimizi artırır, istədiyimiz adama fikrimizi rahat şəkildə çatdıra bilirik. Ədədin mənaca növləri var, uşaqlar yazdırsın. Qüvvətləndirici ədədlər var. Axı, ən, lap, daha, daha da, ki, artıq, düz, nə, necə, ha, ca, hətta, bir, bircə, belə və s. Məsələn, uşaqlar, hətta sən getsən belə bu iş alınmayacaq. Bu cümlədə ədədlərimiz var. Məsələn, hətta ədadı var. Bu cümlədən çıxarda bilərik. Məsələn, deyirəm ki, sən getsən belə bu iş alınmayacaq. Bu formunu deyə bilirmi? Sonra belə də bu cümlədə uşaqlar yazarsan ədaddır. Gəlin beləni də bu cümlədən çıxardaq. Sən getsən bu iş alınmayacaq. Ortada fərq nə oldu? Yeganə intonasiya. Sadəcə cümləmiz neylədir? Təsir qüvvəsini azaltdı. Aydın oldu mu? Və ya baxın, deyirəm ki, onlar nə çoxdur? Bir də deyirəm ki, onlar çoxdur. Düzdürmü? Sadəcə nəyin cümlədə olması neyini? Biraz da fikrə emosionallıq verir, yəni qüvvətləndirir. Düz ədatı uşaqlar yazdırsın. Lap ədatını sinonim kimi çıxır. Biz bilirik ki, düz 5 dənə nitq hissəsi ola bilir də. İsim olur, sifət olur, feil olur, yazdırsın. Ondan sonra zərf mövqeyində işlənir, bir də yazdırsın ki, ədat olur. Düz sözün lap sözü ilə əvəz elində ədat olur. Baxın, maşın lap qapının yanında dayanmışdı. Maşın düz qapının yanında dayanmışdı. Yəni, düz sözün lap sözü ilə əvəz eləyəndə ədat mövqeyində neyini çıxış edib. Bundan başqa uşaqlar, ədadın digər məna növləri haqqında danışaq. Dəqiqləşdirici ədadlar var. Elədir, əsildir, məhzdir. Məhz bu səbəbdən səninlə danışmıram. Məsələn, məhdudlaşdırıcı ədadlar var. Yalnızdır, ancaqdır, təkdir, təkcədir, bircədir. Mən yalnız sən anlayacaqsan. Məni təkcə sən anlayacaqsan. Məni bir sən anlayacaqsan. Məni bircə sən anlayacaqsan. Bir-birinə həm də sinonimlər, qrammatik sinonim. Sual ədadlar var. Bəs, məgər, yəni, mı, ki. Bəs sənin neçə yaşın var? Yəni, sual cümləsində yaratmaq xidmət edir. Əmr ədadları var. Di, qoy, bax, gəl, gör, görün, gəl sənə, sana, sənə, ha, da, də. Sabah mütləq gəl, ha. Burada ha-yı cümlədən çıxarda bilərik mi uşaqlar? Çıxarda bilərik. Məsələn, sabah mütləq gəl. Düzdürmü? Sabah mütləq gəl, ha. Artıq neysən, biraz da həmin adamda ciddiyyət, məsuliyyət formalaşdırırsan. Təsdiq və inkar ədadları var uşaqlar. Hə, bəli, yox, xeyr, heç də. Xeyr yazdırsın ki, xeyr bu formada olmalıdır inkar ədadı, amma bu formada olanda iyi isimdir. Buna demişdiksə. Bir də arzu ədadları var. Kaş, kaş ki, tək ki, gərək var. Bunlar oldu ədatın məna növləri. Əsas məsələ ədatın homonimliyidir uşaqlar. Ancaq sözü ədat mövqeyində işlənir, bağlayıcı mövqeyində işlənir. Ancaq yazdırsın, yalnız sözü ilə, təkcə sözü ilə, tək sözü ilə, bircə sözü ilə əvəz olunanda ədat mövqeyində olur. Məsələn, ancaq sənə güvənləm, yalnız sənə güvənləm, təkcə sənə güvənləm, tək sənə güvənləm. Burada yazırsın ki, ədat mövqeyinə çıxır. Amma çox dedim, ancaq eşitmədi, amma eşitmədi, lakin eşitmədi. Ancaq amma ilə lakin əvəz edəndə bağlayıcı mövqeyində çıxış edir. Yəni, ədat da var, yəni bağlayıcısı da var. Yəni, heç də deməmsən, sual cümləsinin tərkibində olanda yazdırsın, nə olur? Ədat mövqeyində olur. Amma nəqli cümlənin tərkibində olsa, özündən əvvəl vergül qoysa, onda bağlayıcı mövqeyindədir. Dostumu, yəni Ramini gözləyirəm. Burada nədir? Bağlayıcıdır. Ki ədatı da var, ki bağlayıcı da var. Keçən dəfə bağlayıcıda biz bu haqqında danışmışdıq. Yazdırsın ki, sən ki bunu bilmirdin. Baxın, məsələn bu cümlə. Burada ki cümlədən çıxarda bilərik. Deyirəm ki, sən bunu bilmirdin, sən ki bunu bilmirdin. Cümlədən çıxara bilirik ki, ədatdır. Digərinə baxaq. Vergülsüz tələffüz olunur, sadə cümlədə olur, qısa tələffüz olunur, çox vaxt xəbərdən əvvəl gəlir. Aydın oldu mu? Amma ki bağlayıcı olanda sənə dedim ki, vaxtında gələsən. Düzdürmü? Gəlin burada da ki çıxarmağa çalışır. Sənə dedim, vaxtında gələsin. Deyəsin ki, mənim burada da çıxarma olur. Amma məsələ arasında nədir? Bu bir cümlədir. Bu da bir cümlədir. Bunları bağlayan vasitə burada nədir? Kidir. Çıxarda bilirik, amma bağlayan vasitədir. Bunun ki ədatından fərqi nədir? Vergüllə işlənir, xəbərdən sonra gəlir və mürəkkəb cümlənin tərkibində tələffüz olunur, işlənir və uzun tələffüz olunur. Ki, uşaqlar, mürəkkəb cümlənin tərkibində xəbərdən sonra gələndə bağlayıcı mövqeyinə çıxır,
Amma sadə cümlənin tərkibində xəbərdən əvvəl gələndə isə ədat mövqeyində işlənir. Sonra uşaqlar, baxın zəhmət olmasa tək sözü var, təkcə sözü var, yalnız sözü var. Bunlar ədat da ola bilir, zərf də ola bilir. Tək sözü sifət də ola bilir yer gələndə, yalnız da həmçinin. Baxın zəhmət olmasa təkcəni təklə, təkcə ilə, birlə, bircə ilə əvəz eləyə bilirsə ədatdır. Təkcə o bilmir, ancaq o bilmir, yalnız o bilmir, bircə o bilmir, bir o bilmir. Hamısını əvəz eləyə bildim. Deməli, burada nədir? Ədatdır. Yalnız bir arzum var, tək bir arzum var. Burada nədir? Uşaqlar yazırsın, sifət mövqeyindədir. Dayanacaqda tək dayanmışdı, düzdürmü? Burada nədir? Zərf mövqeyindədir. Uşaqları yalnız qoymayın. Burada nə mövqeyindədir? Zərf mövqeyindədir. Bax, burada yalnız var, burada tək var. Bunlarla dəyişə bilərikmi? Dayanacaqda ancaq dayanmışdı deyə bilirsiniz? Yox. Dayanacaqla uşaqları ancaq qoymayın deyə bilirsiniz? Yox. Deməli, bir-biri ilə əvəz olunursa, onda ədatdır. Digər hallarda digər nitqçələrdir. Bir sözü var, bircə sözü var. Həm say kimi işlənə bilirlər, həm ədat kimi işlənə bilirlər. Bir sözünü 2 ilə 3 ilə əvəz eləyə bilsək, saydır. Əvəz eləyə bilməsi ədatdır. Məsələn, 1 çörək aldı, 2 çörək aldı və ya say üstü gəl ədat da ola bilər. Bizə bircə xal lazımdır. Burada yazarsın ki, bircə bölünür. 1 olur say, cacə olur ədat. Sən bir buna bax, burada 1-i 2 ilə əvəz eləyə bilirik uşaqlar. Xeyr. Deməli, burada nədir? Ədatdır. Cümlədən çıxarda bilirik. Sən buna bax, sən bir buna bax. Və ya bircə sən oxuyursan, burada nədir? Burada da yazarsın ki, ədat mövqeyindədir. Elə belə, əvəzlik də ola bilir, ədat da ola bilir uşaqlar. Diqqətli olun. Elə belə cümlədə suala cavab verəndə əvəzlikdir, suala cavab verməyəndə isə ədat olur. Yalnız bir arzum var, tək bir arzum var, ancaq bir arzum var, bircə bir arzum var, götürə bilərik. Aydın oldu mu? Amma yerinə görə sifət mövqeyində də işlənə bilir. Sonra baxın uşaqlar, elə sən də onun kimisən, elə burada suala cavab verirmi? Vermir, deməli ədatdır. Elə dost çətin tapılar. Necə dost çətin tapılar? Burada suala cavab verir, əvəzlidir. Belə yaxşı eləmirsən, burada belə söz suala cavab verir, xeyr. Amma deyirsən ki, belə insan görməmişəm, necə insan görməmişəm belə. Bəzi cümlələr var ki, uşaqlar, o da belə sözü həm əvəzli, həm də ədat kimi düşünmək olur. Belə mövqeydə yazırsın ki, həm belədən əvvəl intonasiya ilə fasilə vermək lazımdır, həm belədən sonra. Məsələn, baxın uşaqlar, intonasiya ilə oxuyacaq cümləmizə. Əhməd belə evdə çalışır. Baxın, zəhmət olmasa, deyirəm, Əhməd, dayanıram, belə evdə çalışır. Burada belə söz suala cavab verir. Necə evdə çalışır, düzdürmü? Burada olur əvəzli. Fasiləni. İndi gəlin bir dənə fasiləni belədən sonra qoyur. Deyirəm, Əhməd belə evdə çalışır. Burada nə oldu? Ədat mövqeyində oldu. Belədən əvvəl fasilə verdiyi əvəzli, belədən sonra verdiyi ədat mövqeyini düşünün. Sonra əsl sözü. Əsl sözü dilimizdə ədat da var, uşaqlar, sifət də var. Necə sualına cavab verəndə sifətdir, digər halda cümlədən çıxardanda ədat mövqeyində işlənir. Əsl mən deyən filmdir, düzdürmü? Burada suala cavab verilmir, xeyr. Əsl dost çətin gündə tanınlar. Necə dost? Bu da əsl dostdur. Artıq sözü ədat kimdə işlənir, sifət kimdə işlənir, zərf kimdə işlənir. Artıq səni görmək istəmirəm. Cümlədən çıxarda bilirik, bəli, səni görmək istəmirəm. Artıq nədir budur? Sonra uşaqlar, artıq tamam başlayır. Burada nədir? Sifət mövqeyindədir. Qonaqların yanında artıq danışma. Burada feildən əvvəl gəldiyi üçün zərf mövqeyindədir. İki cür düşünmək də olar. Baxın uşaqlar, artıq sənədləri yığışdırın. Burada da yenə fasilə məsələsi var. Deyən ki, artıq sənədləri yığışdırın. Yəni iş görmüşük. Əlimizin altında artıq sənədləri var. Hansı sənədləri? Bu da sifət kimi. Bir də deyirəm ki, işləyib yorulduq. Bəsdir. Artıq sənədləri yığışdırın. Onda artıq istirahat eləmə mövqeyindədir. O da ədat mövqeyinə çıxır. Düz sözü bayaqlar da danışdıq. Düz sözü 5 dənə nitq hissəsi olur. Baxın inşallah. Düz sözü 5 dənə nitq hissəsi olur. Düz nə olur? Ədat olur, sifət olur, zərf olur, feil olur, bir də isim olur. Baxın, düz sözünü lap sözü ilə əvəz eləyəndə ədatdır. Düz yanında dayandı, lap yanında dayandı. Düz söz acı olar. Necə sualına cavab verir və ismin qabağında işləndiyi üçün sifətdir. Sonra düz danış, necə sualına cavab verir, yenə feilin yanında işlənir zərfdir. Kitabları səliqəylə rəfə düz. Nə et sualına cavab verir, burada da yazılsın ki, feil mövqeyindədir. Bir də uşaqlar, terminoloji funksiyası da var bunun. Düz qırmızı varlılarla düzülmüşdür. Yəni muğam düzü, mil düzü, şirvan düzü mövqeyində olanda da yazılsın ki, isim mövqeyində işlənir. Necə uşaqlar, ədat da var, necə əvəzlik də var. Sual cümləsini yaradırsa, əvəzlik götürəcəksiniz. Adi cümlənin tərkibində işlənirsə, ədat götürəcəyik.
Məsələn, necə də qardaşına bənzəyir. Sual cümləsi xeyr, nəqli cümlədir. Adi intonasiya ilə deyirik. Burada ədatdır. Amma necə oxuyursan, burada nədir uşaqlar? Əvəzli mövqeyində işlənir. Sonra uşaqlar, gəl var, gəlin var, qoy, qoyun, gəlsənə. Bunlar həm ədat kimi, həm də fe'l kimi işlənir. Maraqlı cəhəti nədir uşaqlar buranın? Bu kimi sözlər cümlənin əvvəlində gələndə ədatdır. Sonunda gələndə fe'ldir. Bir dənə ehtiyatlı olacaq bu gəlsənə, qoysana, bu kimi sözlərdən. Baxın uşaqlar, gəlin birlikdə edək. Burada gəlin sözünü cümlədən çıxarda bilərik, yoxsa yox? Çıxarda bilirik. Deməli, burada nədir? Ədatdır. Sonra evə gəlin. Bəs burada gəlin sözünü cümlədən çıxarda bilirik. Xeyr, deməli, burada fe'ldir. Və ya gəlsənə bunu araşdıraq. Gəlsənə sözünü cümlədən çıxarda bilirik. Niyə? Bunu araşdıraq. Düzdürmü? Eləyə bilirik. Bizə tərəf gəlsənə də uşaqlar diqqətli olun. Axırda olanda sananı cümlədən çıxarda bilirik. Amma gəli cümlədən çıxarda bilmirik. Yadda qalan bu kimi formalarda uşaqlar nitqçələrin sayı da fərqlidir ya. Baxın biz əvəzlidir, tərəf qoşmadır, gəl fe'ldir. Burada sana nədir? Ədatdır. Yəni bu cümlədə 3 dənə söz olsa da neçə dənə nitq hissəsi var? 4 dənə nitq hissəsi var. Aydın oldu mu? Amma bu cümlədə 3 dənə söz varsa neçə dənə nitq hissəsi var? Hələ 3 dənə nitq hissəsi var. Aydın oldu mu? Dağda ədat da var, bağlayıcı da var. Keçən dəfə demişdik, dağda olan cümləyə hətta həmçinin artıra biliriksə, nə olurdu uşaqlar? Bağlayıcı olurdu. Artıra bilmiriksə nə olurdu? Ədat olurdu. Sən də hətta gəlməlisən, hətta sən də gəlməlisən, həmçinin sən də gəlməlisən deyə bilirikmi? Deməli, burada nədir uşaqlar? Yazırsın ki, bağlayıcı mövqeyindədir. Hətta ədat da ola bilir uşaqlar yazırsın, bağlayıcı da ola bilir. Hətta görsən belə inanmalım. Bax, hətta olan cümlədə uşaqlar belə varsa və ya belə əlavə eləyə biliriksə, bilin ki, hər zaman orada ədatdır. Baxın, hətta görsən belə inanmalım. Gəlin həttanı cümlədən çıxardaq. Görsən belə inanmalım deyə bilirik. Ayso. Yaxşı, gəlin beləni cümlədən çıxardaq. Görsəm inanmalım deyə bilirik. Deməli, burada hətta sözdə, belə sözdə nə mövqeyində işlənir? Ədat mövqeyində işlənir. İndi gəlin bura baxaq. Onu gördüm, hətta söhbət etdim. Burada hətta sözünü həmçinin əvəz eləyə bilirsiniz. Onu gördüm, həmçinin söhbət etdim deyə bilirik. Deməli, burada nədir? Bağlayıcıdır. Yəni, hətta olan cümlədə həttanı həmçininlə əvəz eləyə bilsəz, bağlayıcı mövqeyində çıxacaq. Amma cümlədən çıxarda bilsək, ədat mövqeyində çıxış edəcək. Ha uşaqlar, ədatın içində homonimliyi var. Ha, qüvvətləndirici ədat da var. Ha, əmr ədat da var yazdırarsın. Ha, fe'lin əmr şəklindən sonra gələrsə, əmr ədatı mövqeyində çıxış edir. Fe'lin əmr şəklindən sonra gələrsə. Amma fe'lin digər şəkillərindən sonra gələrsə, qüvvətləndirici ədatdır. Məsələn, deyirəm ki, bura kimsə gəlməsin, ha. Gəlməsində sin var. Bilirik ki, nədir? Fe'lin əmr şəklidir. Burada ötürəcək ha-yı nə? Əmr ədatdır. Bir də deyirəm, sən də gəlməlisən. Burada malı-məli şəkilçisi var, vacib şəkildir. Ha, burada nədir? Qüvvətləndirici ədatdır. Diqqətli olasınız uşaqlar. Bəli, xeyr, hə ədatları cümlənin əvvəlində gələrsə, özündən sonra vergül qoyulur. Ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Sonda gələrsə, onlardan əvvəl vergül qoyulur. Digər ədat cümlədən vergüllə ayrılmırlar. Bir dənə təsdiq və inkar ədatlarında bəli, xeyirdir, hədir. Yadda qalarmı? Ondan sonra cacə. Cacəyə ehtiyatlı olasınız. Ca sifətə, saya, zərfə qoşulduqda ədat mövqeyində çıxış edir. Aydın oldu mu? Canın bilirik qoşma mövqeyi var. Qoşmada ca ilə əvəz edirdik? Görəklə, iləklə, qədərlə. Burada isə diqqətli olasınız. Sifətə, saya, zərfə qoşulduqda ədat kimi olur. İkicə, yaxşıca, indicə və s. Gərək sözü ədatdır uşaqlar, amma gərək ki isə nədir? Moral sözü, diqqət alanında fərq var. Bu ədatı yazırsın ki, normalda sözə bir şey yazılır. Gəlirsənmi, oxuyursanmı? Amma yazırsın ki, dadə bağlayıcısından sonra gəldikdə isə ayrı yazıla bilir. Məsələn, sən nəmi dil açsın? Alfoqrafiya ilə bağlı ədatdan sual düşəndə çox zaman mi ilə bağlı suallar düşür. Bu qədərdir uşaqlar dərsimiz. Növbəti dərslərdə görüşənə dək sağ olun.